Hikmətdir atam. O işarədir. Hacı. Nə deyim yuduzdurum tezdən. Yox. Quş sanda ne olur? Ne gelir? Ay salavat. Abi de tutkina. Ha söyləyir, yarıda qoşulur quşa. İndi ne kadar pol ne? O hansıdır yani. Yox, bu tərəfdədir. Ya biraz böyle bize. Ha. İndi sağ ol. Abın ne düzgün? Ha? Yox, düş aşağı, bu bilmir axı. Bu elə bilir biz oradayıq. Olsan da tutsan o şeyden. Ben tutmuyorum ya bırak. Meğer baba düz giyeceğim. Amma görmürsən qabağı yuxarı çıxırsan. Aha Rəhman Beyçə. Ona baxmıram da. Ara da bax da. Ha, Bax yox. gör ətrafın yan-yoran nədir? Ha Allah haqqı. Sürə baxa bilmirəm bax haydi. Allah haqqı. İndi yanmışsın ha düz deyirsən. Gələ baxarıq. Asıl da qaşqız da. Oğlum çəkiləyim. Ah. Bana gidisine bize şey çıksa. Plug-in hibrid BMW G30'muz. Bu da bizim hal-hazırda şarjımız. Bu şarjla indi nə qədər gedəcək görək. Çəkib göstərəcəm inşallah. Gəlir buradan çıxır yavaş-yavaş. O çıxan deyil, deyəm prezidentçi. Ha çıktı. Çok gitti yani. O eli gelecek. Ha. Masklet ha. Yo. Ay gördün. Bak bir tane Görürsə. şeyim gitti. Gedirsə, Nərman aparıb motosikleti qoyub gəlir. Ha hardaydın? Bekim götürüyor onu. Yo, öz motosikleti deyil. Ha. Tanışı kimsə motosiklet alıb, hələ uzun yol sürə bilmir. Bir aparım Nərmanda atacam əytib. Orada. Arkada bu banana aradı. Evet. Atacam. Oğlum bu ne götürülür? Bir dənə səs soruşum da hacı. Bu bax burada power var ha, görürəm orada power var. Aha. O hava çanacam qazı bassa maşın xodlanmayacaq. Öyle o dirənənə qədər. Biraz da o keçəndən sonra qaza basırsan, Ha, keçir o şey bəli benzinə. xodlar. Amma əməlli başlı qaz versən xodlanmır. Aa, ben bir tane çekerim sana. Yani. Bu ne o? Değil, gel. Ay kimsə çağırır. Ay da direndi de. Hacı. Ay yok soğuşurlar. Dem bir tane koy geçsinler bırakın yani bu arayı. Nə xodlanmağını bil. Bax bilmək istəyən ki xodlanacaq. Yok просто da basacağım faşist polnay kim paç diye basacağım. Olmur, basma da. Burada e-bus Polnay görsən, basmayacağım. Ha, bu e-busda keçəndə ha. uca həm elektrik həm Hə, bax. benzin işləyir. Ha. Və keçdi. Ha polnay basmadım hala. Bu ancak az kalmış da polnaya. Yani hiç eləmədim. Onca gördüm xotlandı. Onca götdü. Şişdi. Öyle bir iki şeydi. Şey keçmədi amma. Ay. E-busda keçmədi. Ha bu su kesmedi ha. Ancak polnu basmadım axı. Boost oğucu həmin o 292 at gücü. Ha, qəşəng. Bu indi motordur. Motorun sesi çıxar. Motorda səs gəldi. Tormuzu basarsan keçəcək. Söndü. Deyəsən. Ya hələ tam keçməyib. Sonuncu döndü sonra. Söndü ya, burada bu çoxalmalıdır. Söylə yavaş-yavaş. Ha. Hələ şey eləmir. Hələ xoddadır. Bu hələ fikirləşirsən, normal sürmək istəyirsən. Ha. Sürüşlərə nə oxşayırsan sən? Aa, bu ne adam diyor. İndi bak çargı nedir çargı? Yığır. Yığır. Ha. Və indi keçdi təzə elektrikə. Söndü ha. Ha, indi bundan sonra oje Elektrik. elə qaz basmasan, Ha. axıra qədər elektriklə gedəcək. Peki kilometre gösterir neçə kilometre qalıb elektrikə? Buradan göstərir. Buradan söyləyəndə. Abi də 18 kilometr. Belə üstü. Ne? Ha, 18 qalıb belə sürüşlə. Yəni qaza bassan, eləsən, o artıb azala da bilər. Ha, şey kimi də benzin sərfiyyatı kimi. Ha. Azalır, çoxalır. Şarjdan sonra nə qədər getmişik ona baxa bilərik, yoxsa yox? Yox. Neden sonra?
şarj olunandan sonra da indi axırıncı dəfə şarj olundu ya. Yox, ona baxma olmaz. Bu qədər getmişik. Yəni belə deyəydi, hə? Belə Orada qoya indi çıxanda bilərsən, 100% ilə hə? çıxdı o. 100%-lə çıxmışdım ha. Təxminən çıxdıq 3 tacın yanından, düzdür? 3 tac Musabev heykəlinin yanından. Hə, Musabev heykəlinin yanından çıxdıq. Gəldik 20 nömrə məktəbin yanına. 8 kilometr sürmüşəm. 472, 8 kilometr sürmüsən artıq. Ha. Hələ 18-də göstərir Aha. sürəcək. Bu da eləyir 26 kilometr. Hə. Güclü də tıxaclarla gəlirik də bayaqdan. Ay sağ ol. Amma üzü aşağı gəlir. Sürüş gedir burada. Prinsipi belə. Yukarıdan mısın ya? Bak, burada lift var. Bak, bu maşının arkasında var. Görsən orada şeyler. Düz televizorun üstünde bak. Burada yukarı. Görsən şey var. Bu ağaç. Ağac değil. Lift kalkıyor. Bütün maşınlar bak. Hadi yukarı necə qaldıracaq? Liftlə qaldırırlar. Şeydə kimi də Kubinkada qaraj var. Ha. Öyle basınlar bura. Maşınımız xoddandı, yoxsa yox hələ. Yox hələ. Azər. Nə qədər qaldı? Hələ bir 5 kilometr zat gedəcək. Belə templə 3-4. Diyanan probka ilə getdik də, qardaş. Oradan düz bura kimi gəldi. İndi nə qədər getmişik, baxa bilərik. 15. 15 kilometr 16-ya getmişik. yaxındır ha. 16 kilometr yol getmişik. Təxminən nə qədər qalıb? 5. 5 ha. Ha, 21 kilometr. Çünki dəhşət tıxaclarla gəldik. 20 kilometrlə yekunlaşdırdıq. Səfərimiz Babək prospektin düz başlanğıcı deyək, yoxsa sonu deyək, qardaş orası. Gəldik, çatdıq. Dəhşətli dərəcə tıxaclarla 1 saat yoldayıq. Gördüyünüz kimi hava da qaralır və tıxaclara görə məncə 20 kilometr getməyimiz normaldır. Amma düz yolda mənə elə gəlir ki, hətta 30 kilometr gedə bilərdik rahatlıqla. Amma onu da inşallah test eləyərik. Sağlıq olsun. Videomu bəyəndinizsə like etməyi unutmayın. İnşallah növbəti videolarda görüşərik. Sağ olun, salamat qalın.